sabahın hayır, bacı sabahın hayır, bacı sabahın hayır, bacı sabahın hayır. Layla, Qadınam, sən də denə Bakı sabahın xeyir. Mən bir ara deyirdim, deməyəcəm onu. Çünki orada Bakıda şeytan adamlar da var da. Amma Allah şükürə görə şeytanlaşmış adamlar var da. Yəni ki, prezidentimizi mən görmüşdüm. Qəzetdə yazmışdılar ki, mən bir dəfə oxumuşdum. Prezidentimiz Allah onun ailəsini də, özünü də canını sağlam eləsin, sağ eləsin, xoşbaxt eləsin. Çünki o mühüm bir adamdır dünyada. Allah yəni qorusun, Allah qoruyacaq. Sən denə, qorxma, heç nə olmaz onlar. Denə, Allah Mehriban Əliyevanın da hamısının canını sağlam eləsin, uşaqlarını da daha da səhləsin onların həvəsləri, gücləri, biz də onlarla bərabər irəli və nə demək istəyirsən, o yəni irəli getmək belədir ki, Allahımız buyurur ki, ehtiyacınızdan artıq qalanını paylayın möhtaclara, düzdür. Amma Elşad dayın deyirdi ki, Laləzər, Allah şükürün küllü miqdarda, o da hardalı belə şeyləri yaxşı bilirdi, tam orada işləyən vaxt kimlərlənsə, internetdən ağırdan bilirdi. Debat dəhşətdir, o qədər bir rəqəm deyildi, böyük bir rəqəm, az qala rekord vur dünyada, deyir, xaricdə nəsə, bankda pulu var. İndi elə birindir, nəysə. Ona görə deyirəm ki, Bakı sabahın xeyri, qəzetdə çıxmışdı ki, İlham Əliyev ona küllü miqdarda 1000 milyon pul ayırmışdı ki, Allah şükür, neyini, dini təbliğ eləsin. O dindən xəbəri yoxdur. Təbliğ elədiyi də elə bir şeydir ki, yəni adam cəhənnəmə düşə bilər. Rahat olaq, yəni mən də dedim, mən də Bakı sabahın xeyir deyirəm, çünki demirdim ona görə. Ki dedim, Lalə, niyə? Çünki çox şeytanlar var Bakıda, onlar da dini bilmədiklərindən elədir. Əslində Bakıda həqiqətən də İmam Hüseyni, Allahı sevən adam çoxdur. İndi deyirəm, niyə vereyim ki? Əgər kimsə təbliğ edə bilmirsə, aldadırsa, amma biz yenə də deyəcəyik. Sabahın xeyir, sabahın xeyir, Bakı sabahın xeyir. Görünən gözəldir Bakı. Ne oldu? Neydi? Ne oldu ha? Kanım qaraldı. Niyə? Bu Novostroykalar tikirlər, şurada ağaçları qırırlar, qoyurlar, otları hamısını. Elə bir ağaçları da elə bir qubbağa salmışlar, kimi nədir, quyuya salmışlar, çünki 4 bucaq belə 1 metrdən daha çərçivədə daşlayırlar qalan yerlər, torpağın içində ağac burada. Yazıq, sanki yazıq yox, ona eləyən yazıq. Sen ister söndür. Bakı sabahı xeyir, Bakı sabahı xeyir. İnşallah deyirik, söndür. Söndürün, inşallah.